Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban olan Allah'ın adıyla. Allah'ın izniyle inşallah ki biz bugün Allah Müteala'nın sevmədiyi, bəndəsində görmək istəmədiyi bir xüsusiyyət barəsində danışacaq. Bu xüsusiyyət insanın vəfasız olmasıdır. Vəfasızlıq ən mənfi xüsusiyyətlərdən biridir. Amma təəssüf ki, insanlarda ən çox rast gələn xüsusiyyətlərdən də elə biri bu xüsusiyyətdir, bu cəhətdir. Halbuki Allah Müteal Qur'an-ı Kərimdə biz əhdə vəfa etmək barəsində olan mövzuda danışarkən əhdən vəfa etməyə nə qədər önəm vermiş olduğunu biz ayələrlə bildirmiş olduq. Hətta bir neçə əlavə etmiş olsaq, Allah Müteal İsra surəsində buyururdu ki, Bismillahirrahmanirrahim və avfu bil əhd. Əhdə vəfa edin. İnnəl əhdə kənə məs'ulə. Çünki əhd barəsində insan sorğu-sual olunacaq, insan əhdinə vəfa etmək xüsusiyyətindən məsuliyyət daşıyır. Sən bir söz vermisənsə, əgər əhdin varsa, ona vəfalı olmalısan. Başqa bir ayədə Allah Müteal buyurur ki, Mən əvfə bi əhdihi vəttəqa fə innəllaha yuhibbul muttəqin. Kim öz əhdini yerinə yetirərsə və Allahdan qorxarsa, təqvalı olarsa, şübhəsiz ki, Allah müttəqiləri sevər. Yəni, insan vəfalı olduğu zaman bu müttəqilərin xüsusiyyətindəndir ki, insan əhdinə vəfa edir. Allah da vəfalı olanları sevir, vəfasına sahib çıxmayanları, əhdinə vəfasız olanları isə sevmir. İndi bu vəfalı olmaq da elə sözlə olmur. Bir adam desin ki, mən vəfalı adamam, mən yaxşı adamam. Biz bunu harada bilirik? Onun əməlindən bilirik. Elə çox adam var ki, deyir ki, mən vəfalı adamam. Yol çıxırsan ondan görürsən ki, sən demə, nəinki vəfalı adam deyilmiş, heç yol yoldaşı olmağa belə dəyməzmiş ondan. İmam Əli əleyhissalam ona görə buyurdu ki, İndəl İsar ələn nəfsi tətəbəyyənu cəvahirul kurəmə. Ali-cənab, səxavətli, yəni kərim insanın cöfəri fədakarlıq etdiyi zaman aşkar olar. Yəni, səxavətli, ali-cənab insanın əsl keyfiyyəti onun fədakarlığında bəlli olur. Nə dərəcədə fədakar insandır, onda bəlli olur. Bu kəlamı ümumiləşdirərək biz anlaya bilərik ki, vəfa da belədir. Elə mən vəfalı adamam. Bunda olmur. Bu söz çox rahat sözdür. Amma bunun əməl hissəsi çox çətindir. İmam Hüseyin əleyhissalam bir kəlamında buyururdu ki, həqiqətən də bizim şiələrimiz o kəslərdir ki, qəlbləri hər növ xəyanət, kin-küdurət və məkirdən uzaq olsun. Yoxsa elə bir adam, mən yaxşı adamam, mən vəfalı adamam, mən İmam Hüseyin əleyhissalamı sevirəm deməklə onun ardıcılığı olmur. Onun barəsində saatlarla danışmaqla onun ardıcılığı olmur. Potensial olaraq mümkündür ki, bir insan imamın düşməni ola, imamın fəzilətindən danışsın. Bu demək deyil ki, o imamı istəyir. Dildə nə qədər insan var ki, müqəddəs dəyərlərdən danışır. Peyğəmbərdən, imamdan danışır. Elə danışmağına baxsan deyərsən ki, nə gözəl danışır. Amma əməlinə baxsan deyərsən ki, imamın ən öndə gedən düşmənlərindən biri budur. İndi bizim də cəmiyyətimizdə insani münasibətləri bax, bu xüsusiyyət zədəliyib. İnsan danışır vəfadan, sədaqətli olmaqdan, əməlinə baxırsan ki, elə ən böyük sədaqətsizliyi edən, vəfasız olan elə özüdür. Və insanlar belə olanda baxırlar ki, onda biz kimə inanaq? Və vəfasızlıq elə bir xüsusiyyətdir ki, onun ictimai fəsadları var. İnsanlar bir-birinin vəfalarını toxunduqca, yəni bir-birlərinə qarşı vəfasız olduğu zaman insani münasibətlər də zədələnir. Bir insan digər insanı aldadır, həmin aldadılan insan digər insanların hamısını onu aldadacaq biri kimi görür. Bu qədər dəhşətli bir xüsusiyyətdir. İmam Sadiq əleyhissalam ona görə buyururdu ki, məsum imam, kunu duaətən linnas bil xayri bi gayri alsinatikum liyarav minkumul ictihad və sidq vəl vara. İmam Sadiq əleyhissalam buyururdu ki,
İnsanları yaxşı yola dillərinizdən başqa yolla çağırın. Və yaxud insanları yaxşı yola dillərinizdən başqa yolla çağıranlardan olun ki, onlar sizdən çalışqanlıq, doğruluq və təqva görsünlər. Yəni elə dilinizlə olmasın bütün bu fəzilətlər ki, bəs yaxşı insan olmaq, vəfalı olmaq, ədalətli olmaq. Bunları təbliğ edirsiniz. İmam Sadıq əleyhissalam buyurur ki, bunları insanlar sizin əməlinizdə görsünlər. Yoxsa birini elə bu xüsusiyyətlərdən danışırsan, gedirsən elə özün ona qarşı bir doğru olmayan davranış göstərirsən, bunun əməli hissəsi ilə kim müsəlman olacaq? Kim Allah sevəcək? Əgər sən Allahı sevdiyini iddia edirsənsə, sənin həqiqi ona sevgin sənin dilinlə özünü göstərmir. Sənin əməlinlə özünü göstərir. İnsanları da daha kəlamla aldatmaq Allaha həmd olsun ki, çox qeyri-mümkünləşib. Əsas əməl hissəsidir. Və insan, bəli, nankördür. İnsanın təbiətində vəfasızlıq daha çox hökm sürür. Quran-ı Kərimdə Allah buyurur ki, insan Rəbbinə qarşı nankördür. Rəbbinə qarşı nankör olan insan mümkündür ki, insanlara qarşı nankörlük etməsin. Çox az ehtimalla, böyük ehtimalla nankör olacaq. Amma bəli, istisna insanlar var ki, onlar nankör deyirlər. Və kim ki, Rəbbinə qarşı nankör deyil, o insanlara qarşı da nankör olmaz. Yox, əgər kimsə Rəbbinə qarşı, Allaha qarşı, ona bu qədər nemət və lütf göstərən Rəbbinə qarşı nankördürsə, o insanlar qarşı gözüyumlu nankör olar. Və Allah bildirir ki, amma vəfasızlıq elə bir xüsusiyyətdir ki, onun cəzası tez çatar. Elə əməllər var ki, onların cəzaları digərlərinə nisbət çox tez çatır. Vəfasızlıq da bax elə xüsusiyyətlərdən biridir. Çünki sənin kiməsə qarşı vəfasızlıq etməyin, onun qəlbini qırmağın, onda həyata qarşı güvənsizlik hissini yaratmana səbəb olur. Sənin haqqın yoxdur. Allah da bəndəsinə dəyər verir. Sənin haqqın yoxdur ki, Allahın bəndəsinə qarşı vəfasız olasan. Və bilmək lazımdır ki, Allah heç bir şeyi unutmur. Allah buyurur ki, وَمَا كَانَ رَبُّكَ نَسِيًّا Sənin Rəbbin əsla unutqan deyil. Kimsə kiməsə qarşı vəfasızlıq edirsə, onun haqqını tapdalayırsa, bu qəbildən olan mənfi və yaxud əksinə müsbət bir davranış göstərirsə, onun əvəzi mütləq var. Sən elə bilirsən ki, hər şey unudulub, heç bir şey unudulmur. Hər bir şey vaxtında və zamanında öz yerinə qayıdır. Müsbət bir xüsusiyyət etmisənsə, bir əməl etmisənsə, o da öz yerinə qayıdacaq, onun da əvəzini görəcəksən. Pis əməl üçün də bu belədir. Allah Müteal Quran-ı Kərimdə Səba qövmünün cəzalanma səbəbini bildirir ki, insanlara ذَلِكَ جَزَيْنَاهُمْ بِمَا كَفَرُوا وَحَلْ نُجَازِ إِلَّا الْكَفُورِ Buyurur ki, Allah Müteal biz onlara küfür və nankörlüklarına görə belə cəza verdik. Məgər nankörlük edənlərdən başqasını cəzalandırarıqmı? Və yaxud cəzalandırırıqmı? Xeyr. Yəni insanlar nankör olurlar, vəfasız olurlar, ona görə öz etdiklərinin əvəzini görürlər. İnsan da çox zaman öz etdiyinin əvəzini görəndə onunla razılaşmaq istəmir. Öyle deyir ki, niyə məndə belə oldu? Mən heç kimə heç nə etməmişdim. Axtarsan görərsən ki, elə çoxundan çox pislik edib. Amma unudub kimə pislik edib. Halbuki nə edibsə onu görür. Allah bəndələrinə zülm edən deyil. Nə etmisənsə onu görürsən. Amma bununla razılaşmır. İndi bəzi istisna məqamlar var ki, Allah öz bəndəsinin dərəcəsini artırmaq üçün onu imtihan edir. Amma bu ümumi aid deyil. Bu xüsusi bir mövzudur. Başqa bir mövzudur. Həzrət Peyğəmbər salavatullah buyururdu ki, Mən kənə yu'minu billah vəl yevmil axir fəlyefi izə vaad. Allaha və axirət gününə imanı olan şəxs verdiyi vədə vəfa eləsin. Peyğəmbər salavatullah buyurur ki, kimin əgər Allaha imanı varsa, axirət gününə imanı varsa, vəfalı olsun. Vəfasızlıq eləməsin. Yəni bir insan vəfasızdırsa, bu ayrı bir mövzudur. Amma bir insan vəfalıdırsa,
Allaha iman etdiyini iddia edirsə, gərək o vəfalı olsun. Vədinə vəfa etməyi də bacarsın. Allah Müteala'dan bu növ böyük mənfi bir rəzalət və xüsusiyyət olan vəfasızlıqdan Allaha sığınırıq.